Salam, hər vaxtınız xeyir olsun. Çoxdandır ki, videolar paylaşmırdıq, dərslər sizi yalnız qoymuşduq. Amma bu müddət ərzində də videolar paylaşırdıq, videolardan olan kəsitləri yenə də paylaşırdıq, sizləri yalnız qoymurduq. Və bu gündən etibarən artıq Şahin bəyin və elə bizlərin də dərsləri başlayıb. Biz də burada özümüz üçün qeydlər götürmüşük. Mən indi burada çox qardaş, yəni dostlarımız var. İndi mən olan hamısının adından danışıram. Şahin bəyə başlı olaraq təşəkkür edirik. Və bugündən etibarən də artıq hamımız bura toplaşmışıq. Dərs üçün burada gözəl yeni biliklər, yeni mövzular öyrənmək üçün hamımız bura toplaşmışıq. Və elə artıq mən istəyirəm ki, Şahin bəyə verim. O da videonu açılış etsin. Buyurun. Çox sağ olun. Salam, dəyərli dostlar, dəyərli izləyicilər, dəyərli qardaşlarım, dəyərli ekran, belə deyək ki, bizi ekran qarşısında izləyən dostlar, hər birinizi mən səmimi qəlbdən salamlayıram. Hər birinizə minnətdarlığımı bildirirəm, çox təşəkkürlərimi bildirirəm. Dönə-dönə üzr istəyirəm, çünki bilirsiniz ki, artıq 2 aya yaxın bir müddətdir ki, bizim fəlsəfə tarixi və digər silsilə dərslərimizin yeni çıxışları və bölümləri artıq yayınlanmır. Buna görə mən öz adımdan üzrxahlığımı bildirirəm. Kollektivimiz indi belə deyək ki, əlindən gələni edir. Bu aralar biraz mənim öz proqramımda biraz sıxlıqlar oldu və bunun nəticəsində biz biraz çəkilişləri dayandırmalı olduq. Həm də dostlarımız da biraz, mən demişdim, lap əvvəllər ki, çəkəndə ki, biraz yay ayları elə qardaş özü dedi ki, belə-belə də biraz dincəlməyə keçək. Həm də bilmirəm, nəsə da texniki, indi çox dərinə getdim, texniki nəsə o montaj problemləri var idi yükləmək üçün. Mənim özüm dinən elə baxa bilmirdim, çox kanalla məşğul ola bilmirdim, amma bugündən etibarən layihələrimizə start veririk. Bugün inşallah fasilələrlə, bugün ancaq 2 saat, 3 saat, 4 saat indi nə qədər olacaqsa da çıxışlarımızı bugün dərslərimizə başlayırıq. İndi yəqin ki, bu çəkiliş aparılır, bunlar tədricən yayınlanacaq. Mən elə bilirəm, aralarla 2 gündən bir, 3 gündən bir, 1 həftədən bir nəsə da belə yayınlanacaq. Amma mən bugün söz verdiyim kimi artıq avqust ayındayıq. Söz vermişdim ki, ruh və insan dərslərini avqust ayından təkrardan çıxışlarımızı başlayacaq. Ruh və insan olsun, sual-cavab olsun, bir sual, bir cavab, fəlsəfə tarixi dərslərimiz olsun. Elə mən bugündən İnşallah ki, təkrardan dostlar da elə hazır yığışıb, bu kollektivi biz çox yığa bilmirdik belə. Başlayaq, elə izləyicilərimiz də əlindən gələn qədər, belə deyək ki, bəhrələnsin. Bizim özümüz də yenidən öyrənək, öyrətmək də ikinci dəfə öyrənmək deməkdir, belə bir söz də var. Dəyərli dostlar, ona görə çox da vaxt almaq istəmirəm, elə sizə də yormayayım. 10 dəqiqəlik məsələ bil, bunu qutardıq, bir 10 dəqiqə fasilə verib digərinə keçərik. İndi çəkilişi siz eləyirsiniz, mən qarışmıram. Deməli, bugün biz bu çıxışımız, ilk dərsimiz fəlsəfə tarixinə aid olacaq. Deməli, biz belə deyim ki, fəlsəfə tarixində biz bilirsiniz ki, Nigel Warburton'un bu eyni adlı, bu əsəri vasitəsilə biz bu dərslərimizi keçirdik. Və biz keçən dərsdə, belə deyək ki, artıq keçən dərsimizdə biz Blaise Pascal'ı bitirmişdik. Bugün linza ustası Spinoza'dayıq. Səhifə 90, indi kitabları olan var, olmayan var. Səhifə 90 açın, zəhmət olmasa. Səhifə 90'da qalmışdıq. 13-cü hissə linza ustası. Burada qalmışdıq. Bundan əlavə bizim ağıl və yaşayış adlı silsilə çıxışımız da var idi, xatırlayırsınızsa. Ənənəmizə sadiq qalaraq elə ilk öncə onu, ondan sonra da kitabımıza biz keçid edəcəyik, dəyərli dostlar. Ağıl və yaşayış 6-cı çıxışımızı biz keçən dəfə bitirmişdik. Bugün 7-ci çıxışımızdayıq. Elə ağır-ağır bu silsilə çıxışı bitirib bir digər çıxışa biz keçid edəcəyik. Allahın izni ilə bugün artıq 6-cı çıxışdayıq. Bugün 7-dəyik. Başlayaq. Yorğunçuluq yoxdur. İnşallah heç bir problem yoxdur. Getdik.
Deməli, dəyərli dostlar, ümumiyyətlə biraz ara vermişik deyə xatırlayaq. Biz bilək ki, ağıl nədir, yaşayış nədir? Ümumiyyətlə biz bəri başdan bilməliyik ki, yəni ağıl insan həyatında çox mühüm rol oynayan bir vasitəçidir. İnsan həyatını yönləndirən bir vasitəçidir və bu ağıl da insan yaşayışına çox mühüm təsirinin olduğunun da biz altını çizməliyik, mühüm olaraq qeyd etməliyik. Ona görə 7-ci çıxışımızı biz ağlın sərhədləri bir təkrar kimi getmək istəyirəm. Bir 6 dərsə xatırlamaq məqsədi ilə. Deməli, bizim bugünkü dərsimizdə biz ağlın sərhədləri və yaşayışın mənası haqqında danışacağıq. Deməli, bəri başdan biz bunu deməliyik ki, bu ümumiyyətlə bu qədim Çin fəlsəfəsindən də bu yana tutmuş, yəni mühüm tarixi dövrlərdə, bu qədim tarixlərdən bu yana biz xronoloji ardıcıllıqla da biz diqqət etsək, baxarıq ki, insan tarix boyu özünə bir çox suallar vermişdir. Və bu sualların bəziləri maddi dünyaya və bəziləri də mənəvi həyata aid olmuşdur. Belə açaq. Lakin bütün bu sualların mərkəzində isə hər zaman ağıl dayanmışdır. Yəni, ümid edirəm sizə aydındır. Bunun mərkəzində ağıl dayanmışdır. Yəni, insan hər daim, hansı dövr olarsa olsun, bu böyük bir əhəmiyyət kəsb etmir. Amma insan hər daim düşünmüş, araşdırmış, müqayisə etmiş və bunlardan da bir nəticə çıxarmışdır. Yəni, bunu biz nə mərhələlərə böldük? Biz bunu deməli 3 mərhələyə böldük. Yəni, insan düşünür, ondan sonra araşdırır və bunun nəticəsində müqayisə edib, axırda da nə edir? Nəticə alır. Yəni, düşünür, belə deyək ki, ondan sonra düşünür, araşdırır, müqayisə edir və bunun nəticəsində də insan bir nəticə alır, dəyərli dostlar. Məhz buna görə də indi bizim izləyicilərimizə də mən təşəkkür eləyirəm, dinlədiklərinə görə minnətdaram. Məhz buna görə də ağıl insanı digər canlılardan, baxın, bunun altını cizirəm, xahiş eləyirəm, bunu yazın. Bunu mən dedikcə yazın. Buna görə də ağıl insanı digər canlılardan fərqləndirən ən böyük nemətlərdən biri kimi hesab olunur və olunmalıdır. İndi səbəblərini də biz açıqlayacağıq. Amma buradan indi belə bir sual da ortaya çıxır ki, indi bunu da açıqlayacağıq. Burada mühüm bir məsələ ortaya çıxar. Mühüm bir sual yaranır ki, biz bu suala da cavab vermək məcburiyyətindəyik. Ağılın gücü sonsuzdurmu? Ağıl sonludurmu, sonsuzdurumu? Buna mən belə cavab vermək istəyirəm. İndi öz öyrəndiyimiz, öz qeydlərimə, bildiyim qədərilə mən belə cavab vermək istəyirəm ki, dəyərli dostlar. Bir çox insanlar, yəni bunu mən bütün insanlara aid etmirəm. Yəni bütün insanlara ünvanlayaraq demirəm. Ümumiyyətlə, bir çox insanlar elə düşünürlər ki, ağıl hər şeyi dərk edə bilir və dərk edə biləcək potensiala malikdir. Yəni, nə dedik? Bir çox insanlar düşünürlər ki, ağıl hər şeyi dərk edə bilər. Digərləri isə ağlın heç bir əhəmiyyət daşımadığını iddia edir. Birincisi, ağlın gücünün sonsuz olduğunu düşünür. İkincisi də ağlın elə-belə bir şey olduğunu, Lori dilindən deyə elə-belə bir şey olduğunu iddia edir. Amma bu hər iki yanaşmada da ifrat var. Yəni, bu hər iki yanaşma ifrata varmaq deməkdir, dəyərli dostlar. Çünki əsl həqiqət bu iki yanaşmanın əslində tam ortası deməkdir. Ədədə orta çəkək, belə deyək ki, ədədə ortanın tam ortası deməkdir. Yəni, ağıl öz-özlüyündə çox böyük bir nemətdir, bəli. Amma onun da bir sərhədi var. Yəni, insan öz ağlının sərhədlərini dərk etdikdə əslində daha ağıllı olmağa başlayır. Aydındır mən dediyim sizə. Yəni, sən öz potensialını və belə deyək ki, öz sərhədini bilsən, artıq ona görə addım atmağa başlayacaqsan. Çünki real addım demək də budur.
Bir digərində sənin addımın çuxura da düşə bilər. Amma burada sən artıq real addım atmış olduğun üçün burada artıq real təhlükələrdən tamamilə nə olmuş olursan, uzaq olmuş olursan. Bura qədər hər şey aydındırmı? Çox təşəkkür edirəm. İndi bir digərinə keçid eləyək. İndi mən burada nəyə qeyd etmək istəyirəm? Ağlın böyüklüyü isə, ağlın böyüklüyü ümumiyyətlə hər şeyi bilməsindən də asılı deyil ağlın böyüklüyü. Yəni, ağlın böyüklüyünü çox şey bilməsindən aid edə bilmərik. Yəni, çox şey bilməsinə aid edə bilmərik. Yəni, bunu belə açaq ki, tarixdə yaşamış bir çox filosoflar var ki, onlar bir həqiqəti qəbul etmişdilər. Onlar öyrəndikcə düşünürdülər ki, artıq öyrəndikcə, dərk etdikcə, oxuduqca, başa düşürdülər ki, onların bilmədikləri, bildiklərindən qat-qat nədir? Çoxdur. Nə dedim? İnsanlar öyrəndikcə başa düşür ki, onların bilmədikləri, bildiklərindən qat-qat çoxdur. Qat-qat çoxdur. Bu səbəblərdən də heç bir alım təkəbbür olmur. Bu artıq insan nəfsində o yerləşən ego və təkəbbürü sındıran bir mexanizmə çevrilmiş olur. Yəni, çünki elm insana yalnız məlumat vermir, həm də öz acizliyini göstərir. Acizlik deyəndə burada bunu fərqli məni ilə başa düşməyin. Artıq bura kimi biz çox nəticə almışıq da özünüz bildiniz artıq mən nə demək istəyirəm. İnsan nə qədər çox öyrənirsə, kainatın nə qədər böyük olduğunu daha da aydın başa düşmüş olur. Və məhz buna görə də həqiqi ağıl insanı maksimum təvazökarlığa aparmış olur, dəyərli dostlar. Yəni, əgər bir elm insanı daxildə təkəbbür yaradırsa, deməli, həmin elm hələ hikmətə çevrilməyib. Biz bunu əvvəlki dərslərimizdə yadınıza gəlirmi? Qeydlərinizi, indi bilmirəm, bəlkə də indi bu dəftərdə yoxdur. Biz belə bir şey, elmin hikmətə çevrilməsi haqqında danışmışdıq. Çox böyük bir mövzuydu. İndi onu mən açsam çox uzanacaq. Vaxt da indi azdır, bu videoda çəkilir. Ona görə indi bu haqda danışmayacağam. Amma çalışmalıyıq ki, öyrəndiyimiz elm hikmətə çevrilsin. Bunu biz bilməliyik. Və bura qədər də biz artıq bu nəticəyə də almış olduq ki, insan hər suala cavab tapması da, yəni insanın hər suala da cavab tapması da mümkün deyil, dəyərli dostlar. Yəni, çünki niyə? Müasir dövrün insanları bütün sualları dərhal cavab tapmağa öyrəşiblər. O, sünni intellekt, kitablar olsun, ən çox elə sünni intellekt, internet vasitəsilə və s. Yəni, birbaşa cavab tapır. Yəni, bir düymə ilə, bir toxunuşla, bir sosial şəbəkə vasitəsilə minlərlə, belə deyək ki, məlumat əldə edə bilirlər. Yəni, bu müasir dönəmdə bu mümkündür, artıq mümkün bir hala gəlib. Bunun özü yaxşı bir şey deyil əslində, çox məlumat almaq, bu yaxşı bir şey deyil. Lakin məlumatın çox olması bütün sualların cavabını bildiyimiz mənasına da gəlmir, dəyərli dostlar. Yəni, məlumatın çox olması artıq bizim bütün sualların cavabını tapdığımız mənasına da gəlmir, dəyərli dostlar. Yəni, çünki bu bizim yaşadığımız bu həyatda elə məsələlər vardır ki, onları biz yalnızca məntiq ilə yox, yaşaya-yaşaya, həyat təcrübəsinə əsaslanaraq biz onlara cavab tapa bilərik, dəyərli dostlar. Deməli, ağıl tək başına kifayət etmir. Ağıl tək başına kifayət etmir. Ağıl təcrübə ilə, əxlaqla və hikmətlə birlikdə kamilləşir, dəyərli dostlar. Ona görə də hər zaman biz təkcə ağılla da yox, maksimal dərəcədə, belə deyək ki, təcrübə, əxlaq və s. kimi bu hikmətlər vasitəsilə biz düşüncələrimizi və qarşıya qoyduğumuz məqsədi ilərlədə bilərik. İndi yaşayışa, belə deyək ki, müraciət eləyək ki, belə deyək ki, ağıl yaşayışa da çevrilmədikdə artıq fayda salam. Dostlar, yavaş-yavaş gəlir deyəsən, hə, salam.
Deməli, belə deyək ki, indi siz qaçırtdınız, dostlar sizə deyər. Deməli, ümumiyyətlə, belə deyək, bəzən insan çox kitab oxuyur. Çox kitab oxuya bilərik. Bunda elə ciddi bir ziyan yoxdur. Gözəldir, kitab oxumağın faydaları en qədər çoxdur. Belə deyək, amma burada bir incə bir nüans var, incə bir belə cizgi var. Yəni onu qırmayaq da, o körpü, o incə qıl belə deyək ki, körpüsün üzərindən keçə bilək. Açım, nə demək istəyirəm? Bəzən insan çox kitab oxuya bilir. Çox məlumat toplaya bilir, müxtəlif sahələrdə bilik əldə eləyə bilir. Lakin bütün bunlar onun davranışına və həyatına öz təsirini bəxş etmirsə, həmin bilik insan beynində yalnızca artıq bir yükə çevrilmiş olur. Vəssalam. Onu yaşayışa çevirmək lazım deyil. Mən nəyə görə ağılı və yaşayış? Yəni bu ağılı da yaşayışa çevirmək lazımdır ki, onun öz bərəkətini və hikmətini sən başa düşə biləsən. Sən başqalarına onu ötürə biləsən. Bu çox mühümdür bu. Bitirirəm. Və müasir dövrümüzün ən böyük təhlükəsi isə odur ki, belə deyək, müasir dövrümüzün ən böyük təhlükəsi odur ki, bugün insanlar əvvəlki dövrlərdə olmadığı qədər çox məlumata sahibdirlər. Yəni bunu sosial şəbəkələr və sair bir digər bu platformalarla da öyrənilən qədər biz bunu görə bilərik. Salam. Bu bir gəlir bunlar. Nəysə, səmimi orta kəsməyin bunları. Sən alaqar bunlar kəsməyin, qoy belə səmimi ortam kimi olsun. Mənə çox gözəldir bu. Bunu qoy izləyicilər də bunu görsün, bilsin. Keçin, əyləşin. Deməli, bugünün insanı mən nə deyirəm? Bugünün insanı əvvəlki dövrlərdə olmadığı qədər en qədər məlumata sahibdirlər insanlar. Amma burada bunu bilməliyik ki, məlumat bolluğu hikmət bolluğu demək deyil. Çox məlumatın da ziyanları, fəsadları var. İnsan yəni hər gün saatlarla müxtəlif xəbərlər oxuya, videolar izləyə və yüzlərlə fikir eşidə bilər. Mən burada bir qüsur tutmuram, belə deyim. Amma əgər bunların üzərində o insan düşünmürsə, bu sadəcə elə bir yük olur da, bayaqki dediyim kimi, bir yükə çevrilir. Çünki insan düşünmək üçün insan daxilində sakitliyə ehtiyacı duyur. Yəni, düşünmək üçün insan daxilində sakitlik tələb olunur. O sakitliyi də təmin etmək üçün maksimum artıq məlumatlardan uzaq durmaq lazımdır ki, insan zehni bu məlumatlarla dolub insan fikrini, düşüncəsini çaşdırmasın. Ona görə nəticəmiz qısa eləyim, çox uzatmayayım, 25 dəqiqə filan eləyəm. Bu kitaba az deyinəcəm də, dəyərli dostlar. Çünki bunu özünüz oxuyursunuz, belə deyim, özünüz dərk edirsiniz deyə, dəyərli izləyicilər. Ona görə mən üzdən gedəcəm də, yəni nə demək istəyir, ona biz deyinəcəyik. Nəticəmiz o oldu, nəticəmizə gələk. Burada nə nəticə aldıq? Bizim nəticəmiz oldu ki, ağıl insanın yolunu işıqlandıran bir çıraq kimidir. Bir çıraq rolu oynayır. Lakin həmin çırağın işığı yalnız insan hərəkət etdikdə fayda verir. Yəni, insan bildiyi ilə yaşadığı arasında bir körpü qurmalıdır. Yəni, bildiyini yaşayışına oturtmalıdır. Yaşayışında tətbiq etməlidir ki, hikmətə çevrilsin. Oxuduğumuz elmin hikmətə çevrilməsi də məhz bu yoldan keçir. Və buna görə də həqiqi kamillik ağıl böyüməsi ilə başlayır, lakin yaşayışın dəyişməsi ilə də tamamlanır. Görün, nə gözəl, həqiqi kamillik ağıl böyüməsi ilə başlayır, lakin bunun yaşayışın dəyişməsi ilə də tamamlanmış olur. Məhz buna görə də insan hər gün özünə bu sualı verməlidir ki, mən bugün yalnız bir şey öyrəndim. Nədir o öyrəndiyində? Ona diqqət etməlisən, özünə sual verməlisən ki, mən bugün yalnız yeni bir şey öyrəndim, yoxsa öyrəndiyim məni daha yaxşı bir insana çevrildi. Yəni, bax, bu öyrəndiyiniz, bu məlumatda da bir hikmət
bir onun dərinliyinə gedəndə bir hikmətə varmaq lazımdır. Deməli, əgər bu sualın cavabı bəli olarsa, deməli, ağıl artıq yaşayışa çevrilməyə başlamışdır və bizim bu dərslərimizin də məqsədi nədir? Bu öyrəndiyimiz, baxın, dostlar, qardaşlar, mənim böyük, mən də sizin bir kiçik qardaşınız olaraq deyirəm. Bu oxuduğumuz, bu öyrəndiyimiz, bu kitabları bizim məqsədimiz nədir? Yalnızca ağılda bir məlumat toplusuna çevirmək yox, yaşayışımıza çevirmək üçün biz bura boşu-boşuna yığılmırıq. Boşu-boşuna bu çəkilişlər olub qoyulmur o sosial şəbəkələrə. Bizim məqsədimiz odur ki, bildiyimizi həyatımızda tətbiq edə bilək. Çünki əməlin insan həyatında, insan taleyində olan mühüm rolunu artıq siz yavaş-yavaş, mən deyirəm, bəlkə də məndən də artıq, hələ artıq dərk etmiş və anlamış oldunuz. Ona görə çox təşəkkür edirəm. Bu qaranlıq qalan bir yer qaldı mı sizə? Çox təşəkkür edirəm. Ona görə hələlik bunu dayandırdım, dəyərli dostlar. Bunu dayandırdım, sizə çox yormayayım. İndi bunu oxuyuruq. Bunu mən niyə oxumuram sizə çox? Çünki bunu mən oxuyub, sadəcə olaraq elə bir məlumat kimi beyninizdə qalmağını istəmirəm. Çünki istəyirəm, siz artıq hamınız böyük qardaşlarsınız, böyük oğlanlarsınız. Bunu artıq sizin özünüz oxuduqca, dərk etdikcə öz başa düşdüyünüz yönü ilə öz həyatınıza tətbiq etməyinizi mən istəyirəm. Ona görə mən bunu oxuyum, heç bir nəticə çıxarılmasın. Yox, yəni bu, amma yenə də oxuyuruq, bu izləyicilərimizə də aiddir. Burada mühüm olan budur, dəyərli dostlar. Deməli, 13-cü hissə linza ustası Baruch Spinoza. Deməli, burada yazılır ki, əksər dinlər Allahın hardasa dünyadan kənar bir yerdə, güman ki, cənnətdə olduğunu təbliğ edirlər. Mən də əstəğfurullah, bunu dəqiq demək olmaz belə. Baruch Spinoza 1632-ci, 1677-ci illər arası yaşamış, qeyri-adi mövqe tutaraq dünyanın özünün Allah olduğunu düşünürdü. Dünyanın özünün Allah olduğunu düşünürdü. İndi birbaşa hücum atəşinə tutmayaq, bir daxilinə varaq ki, bu niyə belə deyir? O, belə deyək ki, öz fikrini izah etmək üçün Allah və ya təbiət adlı əsər yazaraq bunların ikisinin də eyni şey olduğunu izah etmişdir. Allah və təbiət eyni məhvumu bildirmək üçün istifadə edilən iki müxtəlif sözdür. Və Allah təbiətdir və təbiət isə Allah, yəni bu panteizmin bir formasıdır. Yəni Allahın hər şeyi olduğuna inandır. Bu yanaşma onun üçün bir sıra problemlər yaratmış radikal bir ideyadır. Yəni hər şey Allahdandır demək istəyir. O söz var, hər şey Allahdır, yerdə, göydə. Bunu eşitmiş olarsınız da, yəni hər şey Allahdır, hər şeydə Allahın bir izi var, hər şeydə Allahın bir nişanəsi var, hər şeydə Allahın bir qüdrəti var, hər şeydə Allahın bir hikməti var. Biz bu sözlərə çox gəlir. İndi bu dediyim söz, indi bu kitabda bunun fəlsəfik dilinə biraz fərqli gələ bilərsiniz. Yəni bu metodla baxın, demək istəyirəm buna. Ona görə də Spinoza Amsterdamda Portuqaliyalı bir Yahudi ailəsində doğulmuşdu. O zamanlar Amsterdam təqibindən qaçan insanların axışdığı şəhər sayılırdı. Lakin burada da malik olacağınız nəzər nöqtəsinin bəlli bir həddi var idi. İndi bu yerləri keçim, bu həyat hekayəsini eləməyim. Deməli, belə deyək ki, Spinozanın əsas fikirlərini biz oxuyaq. Burada belə bir şey deyir, Spinoza belə bir şey qeyd edir ki, hər şey böyük bir sistemin tərkib hissəsidir və bunu anlamağın ən uyğun yolu da düşünməkdir. Düşünmək də nəyin nəticəsində olur, nəyin vasitəsilə olur? Ağlın vasitəsilə olur. Gördünüz, burada bir paralellik, bir uyğunluq var, bir yanaşma, uyğun yanaşma var. Yəni biz bir şeyin bir tərkib hissəsiyik, bir şeyin bir parça, kainatın bir parçasıyıq. Nəyin olur olsun. Bunu, yəni nəyə görə deyirəm? Gördünüz, məndən üstə düşdüm ki, yəni bunu mənim oxumağım da əslində bir o qədər
40%, 50% kömək olsun sizə. Bunu sizin özünüzün oxuyub düşünməyiniz və real həyatına tətbiq etməyiniz artıq sizə real bir nəticə verəcək. Mənim bunu elə üzündən başdan ayağa oxumağın bir 30-40, heç 50 də yox, 30-40% belə nəticə verəcək. Biz də bura boş-boşuna yığılmamışıq. Real nəticə üçün biz çalışırıq. Elə izləyicilərimiz də həmçinin. Deməli, Spinoza tənhalıqdan həzz alırdı. Yəni və təlimlərini davam etdirmək üçün yalnızlıqda kifayət qədər vaxt və zehni rahatlığa malik idi. İctimai institutun bir hissəsi olub, Allah haqqında şəxsi düşüncələrini aşkar bəyan etməmək yəqin ki, daha təhlükəsiz vəziyyətidir. Bu səbəbdən onun ən məşhur kitabı Etika yalnız onun ölümündən sonra nəşr edilmişdir. Güclü mütəfəkkir kimi artıq sağlığında məşhurlaşmasına baxmayaraq, o Heidelberg Universitetinin dəvətini rədd eləmişdi. Ona baş çəkən qonaqlara isə öz düşüncələrini bölüşməkdən həzz alırdı. Filosof və riyaziyyatçı Gottfried Leibniz də onun qonaqlarından biridir. Və belə deyək ki, onun bir sözü də var idi, düşüncəsi də var idi ki, əgər Allah hüdudsuzdursa, o halda Allah hər şeydən təzahür etməlidir. Görürsünüz, yəni bir nişanəsi olmalıdır demək istəyir. Və bu Allahın heç də hüdudsuz olmadığını göstərər. İçi biz daxil, daşlar, şüşələr və mövcud olan hər şey Allahın bir hissəsidir. Mən dediyim, burada rəsmi bayaq dediyim hər şeydə bir dedimi bayaq, artıq üst-üstə düşür. Yəni, bütün bunlar son dərəcədə mürəkkəb bir külün, bütövün tərkib hissəsini təşkil edir və mövcud olan hər şey Allahın bir hissəsidir, dəyərli dostlar. Və Spinoza ümumiyyətlə tipik bir filozof idi. Yəni, təkliyi sevirdi, təklik və tənhalığı çox sevirdi. Ona görə bizim bir digər dərsimizdə də John Locke və Thomas Reid buna biz deyinəcəyik. Artıq 100-cü səhifəyə qədər gəldik. Və Spinoza'nın Allahına inandığını etiraf edən bir digər alim də Albert Einstein olub. Və bunu mən bağlayıram, artıq bitirirəm. Yəni, burada biz bunu nəticə almalıyıq ki, və bunu düşünməliyik ki, bütün hər hadisələrdə, hər şeydə Allahın bir nişanəsi var və orada bizə ötürülən bir mesaj var. Biz o mesaja baxmalıyıq. Burada bizə nə mesaj verilir? Yəni, olmuş bir hadisə üzərində çox da pis olub dayanmaq lazım. Deməli, bu belə olmalıymış ki, belə də olub. Yəni, bu yöndən biz buna baxmalıyıq. Bu yöndən dərk etməliyik. Həyatımızın bütün mərhələlərində, bütün dövrlərində başımıza gələn hadisələrə bu prizmadan baxarsaq, artıq həyatımızın nə qədər də xoşbəxt olduğunu görmüş olarıq. Çünki o bəd hadisələrdə də bizim üçün verilmiş bir nişanə var. Bir plan, o şəkil qoyurlar, mənim planım bir dənə gül, Allahın planı yekə buket bir gül. Artıq siz bildiniz də nə deyirəm. Ona görə daşlardan tutmuş qayalara qədər, ağaclardan tutmuş bütün heyvanlara qədər, hər şey, bütün gözlə görünən hər şeydə Allahın nişanəsi var, Allahın hikməti var. Biz bunu başa düşməliyik, bunu dərk etməliyik. Bu prizmadan baxmalıyıq. O gücü biz hiss etməliyik. O gücdən də nə mənada qorxmalıyıq, amma o sevgiyi içimizdə biz yaratmalıyıq. Baxın, bu prizmadan baxarsaq bizim həyatımızda çox mühüm dəyişikliklər olacaq, dəyərli dostlar. Ona görə qaranlıq qalan bir yer qaldı mı? Çox uzatmayayım, çox yorumum indi. Bir 10 dəqiqədə dincələk. İnşallah ruh və insan dərslərinə keçid eləyək. Onu indi bilmirəm nə vaxt yayınlayarsınız, mən qarışmıram. İnşallah ki, dəyərli dostlar, belə deyək ki, ümid edirəm ki, siz burada mühüm nəticələr aldınız. İnşallah gələcək dərslərimizdə görüşənə qədər sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.